Başladıq. Əhməd bəy Ağaoğlu, tanınmış türk yazarı Şükufə Nihal, o insanlığın az rastlaşdığı zənginliklərdən idi. Elmli, çalışqan, mübariz, zəki bir şəxsiyyət idi. Ağaoğlunun əsl qiymət verdiyim tərəfi xarakterinin möhtəşəmliyi idi. O insan idi, bütöv bir insan, yazırdı. Əhməd bəy Ağaoğlu İstanbula 1909-cu ilin ortalarında gəlmişdi. Bunun mühacirətə yolu düşənə qədər redaktoru olduğu Tərəqqi qəzetinin redaksiyasına göndərdiyi 28 iyun 1909-cu il tarixli məktubu da təsdiq edir. Yeni vətənində onun ictimai-siyasi fəaliyyəti diqqətdən kənarda qalmır. Mühacirət həyatının 3-cü ilində o, Türkiyə parlamentinə deputat seçilir. Türkiyədən Rusiyanın türklər yaşayan bölgələrinə müəllimlər göndərilməsi işinin təşkilatçılarından bir kimi tanınır. Vətənə 1918-ci ilin iyununda Türkiyənin Qafqaz ordusunun komandanı Nuru Paşanın siyasi müşaviri kimi qayıdır. Mübahisəli məsələlərin həllində yardımcı olmağa çalışır. Vaxtın namünasibliyinə baxmayaraq, müvəqqəti paytaxt Gəncədə 2 sayını çıxarmağa imkan tapdığı Türk Sözü adlı qəzet təsis edir. 1918-ci ilin dekabrında parlament Əhməd bəy Ağaoğlunu Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransının nümayəndə heyətinin tərkibinə daxil edir. Viza problemi ucbatından bir müddət İstanbulda qalmalı olurlar. Səfər ərəfəsində ədalətsizliklə üzləşir. Müttəfiq dövlətlərin İstanbuldakı işğalçı qüvvələri onu kütləvi qırğın təşkilatçısı kimi həbs edir. Malta adasına sürgün edir. Nəhayət 1921-ci ilin mayında 2 ildən artıq davam edən sürgün yəqin ki başa çatır. Çünki onu Maltaya sürgün eləmişdilər də. Malta məhbuslarını azadlığa aparan gəmi İtaliya sahillərinə yan alır. Artıq Azərbaycanda Sovet Respublikasının qurulduğunu və yeni dövlətin başında yaxından tanıdığı Nəriman Nərimanovun durduğunu öyrənən Əhməd bəy Ağaoğlu vətənə qayıtmaq qərarına gəlir. Nəriman Nərimanov yüksək dostunu Bakıda keçmiş vəzifəyə təyin edir. Yüksək dostunu olmaz axı, yaxın dostun ola bilər. Burada sözlərin yerini dəyişməlisən. Keçmiş dostunu, qoy bir dənə şey. Keçmiş dostunu yüksək vəzifəyə təyin edir və bu iki sözün yerini dəyişirsən. Nəriman Nərimanov keçmiş dostunu, bəli, keçmiş dostunu Bakıda yüksək vəzifəyə dəvət edir. Lakin Ağaoğlu prosesləri dərindən izlədikdən sonra qərarını dəyişir. Yeni quruluşun fikir sisteminə qatılmır. Türklərin qurtuluş imkanı Türkiyə türklüyündə olduğu qənaətinə gəlir. İtirdim. Və Ankaraya xidməti namus borcu hesab etdiyi üçün Türkiyədə qalmalı olur. Burada o, Türkiyənin Böyük Milli Məclisinə deputat seçilir. Təbiətcə üsyankar və barışmaz olan Əhməd bəy Ağaoğlu fəlsəfədən tutmuş hüquqa, ciddi tarixi araşdırmalara qədər xalqı maarifləndirən, onu gələcək mübarizəyə səsləyən əsərlər qələmə alır. Sayı hesabı olmayan bu qiymətli yazılar dəfələrlə nəşr olunur. Deyir, Əhməd bəy Ağaoğlunun fəaliyyətinə aid deyil. Maarifçilik. Adam maarifçiliklə əlbəttə ki məşğul olub, çünki o xalqı maarifləndirirdi. A var. Millət vəkilliyi, Milli Məclisə deputat seçilir, millət vəkilliyi o da var. Qəzetçilik, Tərəqqi qəzetinin redaksiyasına göndərdiyi deyir. İPLUS-da ki Türk Sözü adlı qəzeti təsis edir, bu da var. Siyasi müşavirlik gedir, xidmət eləyir də, elə Milli Məclisdə falan iştirak eləməsi. Ondan sonra deməli, burada yazıb, Nuru Paşanın siyasi müşaviri kimi qayıdır. Bu da var. Qalır nə? Kütləvi qırğın təşkilatçılığı, yəni ilə məşğul olmayıb. 132. Altından xətt çəkilmiş ifadənin kontekstə görə qarşılığı. Altından xətt çəkilmiş ifadə vaxtın namünasibliyi. Münasib uyğun deməkdir. Namünasiblik uyğun olmayan deməkdir də. Yəni uyğun olmayan da nə hara gedir? Zamanın uyğunsuzluğu D variantı. Çox asandır. Vaxtı zamanla əvəz edib, namünasiblik sözünün də sinonimi kimi uyğunsuzluğu götürüb, ona görə D variantıdır. 133. Mətndə üzərinə rəqəm yazılmış hansı ifadələr deyil məcazidir? Üzərinə rəqəm yazılmış
tapsam. Hə, yan almaq, dövlətin başı, durduğunu öyrənən, qayıtmaq, qərara gəlmək. Bax, qərara gəlmək məcazidir. Rahat. 5-i götürürsən. Qərara gəlmək məcazidir. Sonra dövlətin başı da məcazidir. 2-5 konkret məcazidir. 1-2-5 yan alır. Sahillərə yana almaq sözün mənası almaq, vermək bu mənadadırsa, sahilə yan almaq məcazi götürür. 1-2-5 məcazini istəyir. Çox asandır. Çəş belə düşün. 134. Deyir, mətndə haqqında geniş məlumat verilən şəxslə bağlı deyil. Paris Sülh Konfransının nümayəndə heyətinə rəhbərlik etmişdi, deyir. Göylə göstərirəm. Paris Sülh Konfransını yuxarıda yazır. Deyir ki, Əli Mərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransının nümayəndə heyətinin tərkibinə daxil edilir. Deməli, haqqında geniş məlumat verilən şəxs kimdir? Əhməd bəy Ağaoğlu. Düzdürmü? Amma Paris Sülh Konfransına rəhbərlik edən şəxs kimdir? Əli Mərdan bəy Topçubaşov. Deməli, cavab olur elə A variantı. Çünki o rəhbərlik eləmir, Topçubaşov rəhbərlik edir. Əhməd bəy Ağaoğlu sadəcə nümayəndə heyətin tərkibinə daxil edilir. Qalanları əlbəttə ki, düzdür. Keçdik 135-ci suala. Deyir ki, mətni əhatə edən plan bəndlərini müəyyən edin. Rusiyadakı soydaşlara dəstək. Bu girişə aid deyil. İnsanın insana səmimi dəyər verməsi, bəli, orada xanımın adı yazılmışdı. Nihal bilmirəm. Nihal adında bir qadın idi və Əhməd bəy Ağaoğlu haqqında fikirlərini ifadə edir. Deməli, 2-ni götürəcəm, 1-i götürməyəcəm. Deməli, 2-ni də götürməliyəmsə B getdi, C getdi. Əsas hissə Əhməd bəy Ağaoğlunun həyatının mühacirət dövrü xalqı mübarizədən çəkindirən fəaliyyət. Xalqı mübarizədən çəkindirən fəaliyyətlə bağlı bir məsələ yoxdur, deyə getdi. Buradan götürəcəm nəyi? 3-ü. Üsyankar ruhlu əsərlərin dəfələrlə işıq üzü görməsi. Baş tutmayan səfər nəticə hissədə belə bir şey yox. Götürürük 5-i. Üsyankar ruhlu əsərlərin dəfələrlə işıq üzü görməsi. Nəticədə onun maarifçilik fəaliyyətindən, ümumiyyətlə, kitab yazmağından filan danışır deyənə 2, 3, 5. 136. Deyir ki, aşağıdakı verilmiş izahlar mətnin 4-cü abzasında hansı ifadələrə aid olduğunu müəyyənləşdirib, uyğun çərçivədə yazın. Həmin sözlərdən hansı mətndə ifadə etdiyi mənadan fərqli mənada da işlənə bilər. Onu da cümlə daxilində işlədin. 3 dənə şərt verin. Birincisi, bu çərçivələrə sözləri yazacaq ki, hansı sözlərdir. İkincisi, bunlardan homonim olanı seçəcəyik, yəni fərqli mənada işlənən. Sonra 3-cü şərtim də odur ki, onu da cümlədə işlədəcəyik. İndi gəlin baxaq. 4-cü abzas deyir. Bir dövlətin xarici nümayəndəlikləri və ya gömrük xidmətinə təqdim edilən icazə sənədi. Gəlin 4-cü abzasa baxaq. 1, 2, 3, 4. Viza. Düzdürmü? Yəqin ki, baxaq bir dənə. Xarici nümayəndə, bəli. Birinci sözümüz viza. Buradan aşağıdan yazıram viza. İkinci sözümüzə baxaq. Birlikdə hərəkət etmək və ya başqa bir məqsəd üçün ittifaq bağlamış tərəflərdən hər biri müttəfiq. Xeyr, kütləvi yox. Biz müqavilə bağlayırıq. Müttəfiq. Kütləvi sözü sifətdir. Burada deyir tərəflərdən hər biri. Kim? İsim istəyir səndən. Müttəfiq. Yola çıxma, uzun müddət olduğun yerdən ayrılma. 3-cü sözdə səfərdir. Adə nə sürgün etmək? Yola çıxma deyir. Sürgündə sən özün öz xoşluğunla yola çıxmırsan. Birinci sözüm oldu viza. İkinci sözüm oldu müttəfiq.
Üçüncü sözüm oldu səfər. İndi bu sözlərdən hansı başqa mənada işlənə bilər? Səfər sözü. Fərqli mənada işlənə bilər, cümlədə işlədir. Uşaqlar, səfər sözü bir bu mənadadır, yola çıxdığımız məna. Digər mənası isə dəfə mənasını ifadə edir. Dəfə bərabər səfər. Deyirəm ki, gələn səfər öyrənərsən. Yəni, gələn dəfə öyrənərsən. Bu sualı ilk dəfə işləyəndə o qədər fikirləşmişdim. Beynimin ucuna da gəlməzdi. Sonradan tapdım. 2 il bundan əvvəlin söhbətidir. Ölsəm də yadımdan çıxmaz. Səfər sözüdür. Dəfə mənasında işlənir. Gələn səfər gələrsən. Gec tapdım mən. Çox gec tapdım. Heç adam işlədir də gələn səfər deyərəm, gələn səfər danışaram. Danışıqda işlədirik. Amma heç adamın ağlının ucuna gəlməz ki, bu səfər o səfər kimi də işlənə bilər. Yəqin ki, başa düşdünüz sualı, ümid edirəm. İnsan adı kimi. Dəni nə ilə əvəz eləsə ədəd olur? Dana ilə. İş yeridir, Məhəmməd. Dana. Naxçıvanlısansa dənə. Toz, Qazax, Ağstafa bölgəsisənsə dana. Ümid edirəm bu sualı başa düşdünüz. Beləsi düşür ha. Düşüb bu. Çox belə mış sualdır. Gəldik 137-yə. Mətndə çərçivə daxilində bunu bayaq dedik. Sözlərin yerini dəyişmək idi. Dedik ki, Nəriman Nərimanov keçmiş dostunu Bakıda yüksək vəzifəyə dəvət edir. Bu ikisinin yerini dəyişməliydik. 138. Deyir, mətndə əvvəlində üçbucaq şahisi qoyulmuş sözlə bağlı. Üçbucaq şahisi qoyulmuş söz hansıdır? Bir dənə baxın. Uy, çıxdım. Qərarını dəyişir. Mətndə həqiqi mənada düşür. Buradakı qərar deyir, bir məsələ müzakirə edildikdən sonra hamı tərəfindən çıxarılan nəticədir. Buradakı qərar rəsmi işgüzar üslubdadır. Çünki biz əmr, sərəncam, qərar, qətnamə, sonra akt, konstitusiya, qanun, konstitusiya qanunu və s. bu tipli sözləri görürüksə, söhbət rəsmi işgüzar üslubdan gedir. Verilən şərh mətndəki sözün izahına uyğun deyil. Çünki buradakı qərar sözü rəsmi işgüzar üsluba aiddir. Rəsmi işgüzar üsluba aiddir. Mətndə isə informativ funksiya daşıyır. Üsluba aiddir. Mətndə bu mənada deyil də, yəni. Belə yazsaz, qəbul edəcəklər. Yaza bilmirəm, nəsə qələmim yazmır. Aiddir. Mətndə isə bu mənanı ifadə eləmir. Mətndə bu mənada deyil. Yəni, qısacası belə. 139. Mətndə nöqtələrin yerinə uyğun gələn fikri müəyyənləşdirib yazın. Nə yazmışsınız 139-a? Bayaq mən dedim əslində. 1921-ci mayında 2 ildən artıq davam edən sürgün başa çatdı. Davam edən başa çatdı təkcə yaza bilməzsən ha. Sürgün başa çatdı yazmalısan. Sürgün bitdi yaza bilərsən. Sona çatdı yaza bilərsən. Sürgün. Münaqişə nədir ay Ələkbər? Sürgünlük sonlanır. Münaqişə nədir Ələkbər? Bu kişi münaqişə eləmir deyə orada. Bunun Malta adasına, bu yetimi Malta adasına sürgün edirlər. Mübarizə, münaqişə, müharibə, 5-ci. Nə müharibə? Adamı
Aparırlar şeyə, sürgünə, məhkəmə. Bu görüm, məhkəmə nədir? Məhkəmədən söhbət gedir, yazmısan məhkəmə. Dəhşət sizi. Sürgün və salam. Başqa yolu yox. Sürgün başa çatdı. Məhkəmə başa çatdı. Toy başa çatdı. İzdirab nədir? Abala, cümləni buradan oxuyurmağa başlayırsan, burada qurtarmalıdır. Gətirib yazdığın sözdə bu hissəyə tam oturmalıdır. Nəhayət, 1921-ci ilin mayında 2 ildən artıq davam edən çətinlik başa çatdı, yazmaq olar. Sürgün başa çatdı. Sürgün sonlandı. Sürgün bitdi. Sürgün qurtardı. Məhkəmə. Milli Məclis. Çox məntiqsiz yazırsan, Elcan sən, Məmmədov. Cəsarət insanı zəfərə, qorxaqlıq isə ölümə aparır deyimini Əhməd bəy Ağaoğlunun şəxsiyyəti ilə əlaqələndirin. Yazmaq olar ki, məsəl üçün, Əhməd bəy Ağaoğlu qarşılaşdığı çətinliklərə baxmayaraq, yenə də öz fikrindən, əqidəsindən dönmür, daim mübarizə aparır və nəticə etibarilə nəysə, daha bilmirəm, məhkəmə yazan kim idisə o. Sənin də normal cümlələrin yoxdur. Sənin normal cümlələrin var. Mübarizə yazıbsan. Sən normal yazıbsan? Yox. Hə, 140-a nə yazmısın? Oxu, yazın görüm. Çata. Ən azı 2 cümlə deyir, ha. Bir cümlə yazıbsınız, sıfırınızı atın. Yazmaq olar aydın. Nəyə başa düşmədin, ay Elcan? Mətndə kimdən söhbət gedir? Əhməd bəy Ağaoğludan. Hər halda onunla əlaqələndirəcək də bu. Mətndəki bu aforizmi, mətndəki mən həmişə deyirəm, bax, əvvəlki izahlarda da demişəm. Bu aforizmi mətndəki Əhməd bəy Ağaoğlu obrazı ilə əlaqələndirmək olar. Qarşılaşdığı çətinliklərə, bir sıra haqsızlıqlara baxmayaraq, o yenə də öz əqidəsindən dönmür, fikirlərini daim açıq şəkildə ifadə etməkdən çəkinmir, təbiətcə üsyankar və barışmaz olur, xalqı maarifləndirir, ciddi tarixi araşdırmalar aparır, əsərlər qələmə alır və sonda uğura nail olur. Nəyə başa düşmədin? Bəli, doğrudur Damla. 11-ci sinifsiz, bir ton mətn işləmisiz, birinci deyil, ikinci deyil işlədirəm. Ağaoğlu 2 il sürgün edilməyinə baxmayaraq oradan azad olur. Onun onu yüksək vəzifəyə çağıranda belə o imtina edir. Türkiyədə qalıb türklərə yardım edir. Deputat vəzifəsinə çatır. Yazmaq olar. Hərf səhvlərində çıxmaq şərti ilə. Başqa sözü, sualı olan var. Bildim.